Əziz və dəyərli möminlər, hatırlayırsınızsa keçən dəfəki söhbətlərimizdə təqvadan danışmışdıq. Bəs təqvanın dərəcələri varmı? Quran-ı Kərimin Hucurat surəsinin 13-cü ayəsində belə buyurulur. Allah yanında ən hörmətliniz, ən təqvalı olanınızdır. Deməli ki, buradakı ən təqvalı sözündən başa düşürük ki, təqvanın da dərəcələri var və bu dərəcələri artdıqca bununla paralel şəkildə insanın Allah yanında hörməti və məqamı da artır. İndi görək təqvanın dərəcələri hansılardır? Təqvanın dərəcələrini öyrənmək üçün İmam Sadiq əleyhissalam bu mövzuda buyurur ki, təqvanın 3 dərəcəsi vardır. Birincisi, ümumi insanların təqvasıdır ki, bu Allahın qəzəbindən, qorxudan və cəhənnəm ateşinin qorxusundan olan bir təqvadır. Bu, ümumi insanların, əksər insanların təqvasıdır. Bu insanlar necə olurlar? Bu insanlar Allahın haram buyurduqlarından çəkinir və vacib buyurduqlarına əməl etməyə çalışırlar. Təqvanın digər üstün bir dərəcəsi isə Allahdan olan təqvadır. Bu təqva xas olan insanlara, xüsusi insanlara aiddir. Bu təqvaya sahib olan insanlar necə olurlar bəs? Bunlar təkcə haramdan çəkinməklə kifayətlənmirlər. Şübhəli şeylərdən də pəhriz saxlayırlar. Düzdür, çox şübhə etmək də düzgün bir şey deyil. Amma insan düşünsə ki, bir şeyin axırı onu harama aparıb çıxara bilər, onda şübhə yaratsa, bu dərəcədə olan şəxslər həmin şeylərdən də çəkinirlər. Amma bu o demək deyil ki, insan şübhə etsin və hər şeydən axtarış içində olsun. Bu da düzgün deyil. Təqvanın digər üstün bir dərəcəsi haqqında isə İmam Sadiq əleyhissalam buyurur ki, bu Allaha olan təqvadır. Bu isə xas insanlara aiddir. Bu insanlar isə nəinki haramdan çəkinmək və şübhəli şeylərdən çəkinməklə kifayətlənir. Hətta mübah əməllərdə belə düşünürlər ki, hər bir əməlində düşünür ki, mən bu əməli edirəm. Bu əməldə Allahın razılığı var, bir şey qazana bilərəmmi? Yoxsa bu bihudə bir şeydirsə, bundan uzaqlaşır və Allahın razılığını qazanmaq üçün çalışır. Allah Teala bizləri təqvaya riayət edən bəndələrdən qərar versin.